Əzizanam, sabah oğlum ad günü. Qəşəng xeyir-dua edirəm oğula, səhər tezdən. İlk öncə səni ürəkdən təbrik edirəm. Sənə sağlıqlı ömür, can sağlığı arzulayıram. Ailə xoşbəxtliyi arzulayıram. Yolun daim açıq olsun, bərəkətin artıq olsun, ruzun bərəkətin artıq olsun balam. Amin, amin inşallah. Neynim, nə tər eləyim deməyəsən. Gələn ili öz ailənlə, öz xanımınla, balalarınla keçirəsən inşallah. Evlilik 100%. Ürəyindən arzun varsa, istəyin varsa Allah onu sənə çatdırsın. Ürəyi təmiz balamsan, gözəl balamsan. Allah sənin ürəyincə versin evin. Nə hörmətlər eləmisən, nə yaxşılıqlar eləmisənsə, Allah onun min qatını sənə yetirsin bala. Amin, amin. Neynim, nə tər eləyim deməyəsən. Bir valideyn evladının həmişə xoşbəxtliyini istəyər. Mən də o xoşbəxtliyi sizdə görmək istəyirəm. Səndə görmək istəyirəm. Sən həyatın hər bir xoşbəxtliyinə layiq evladsan. Sağ olun. Sənlə fəxr eləyirəm, mama qurban. Fəxr eləyirəm. 100 yaşayasan, 100 yaşayasan, mama qurban. Allah sənə can sağlığı versin, xoşbəxtliyi versin, ya Allah. Ya Allah.